Xoşunuza gəldi tapdığım təzə villa. 9 sotun içində yerləşir. Mərdəkanda Yeni Qoşaqala restoranının yaxınlığındadır. 250 kvadrat metr sahəsi var. 850 min manat start dedik bu evi. Bura baxın maşallah, burada 150 kvadratlıq bir dənə tikilisi var. Besetkası, sanitar qovşağı, idman zalı, garajı. Bu arada dənizə çıxışı da var bu evin. Görəsən bu hovuza nə qədər pul xərclənilib? 11 metr uzunluğunda, 6 metr enində, 1.65 dərinliyində mərmərləndir bu arada hovuz. Pilləkənlərini də görə bilərsiniz. Gözəl bir hovuzdur. Mən deyirəm 60 min. Siz görək nə qiymət deyirsiniz bu hovuza. Gəlin indi evi göstərim sizlərə. Wow! Ay maşallah. 250 kvadrat metrdir bu evin sahəsi. Yavaş-yavaş gəzək. 50 kvadratlıq zal. Nəyə yaxın gəl, zəhmət olmasa. Baxın, bu rəssamın əl işidir. Bu evdə bundan bir çox yerdə rast gəlmək olacaq. Əllərinizə sağlıq. Maraqlı bir şeydir. İnşallah bu qapı nə hündürdür. 3 metr. Mətbəxə bax. Bu ev bu halda satılır. Yəni yekunlaşmayacaq. Bu vəziyyətdə satılır. Burada da çamaşırxanası var. Hər kim alacaqsa indidən xeyirli uğurlu olsun. Tavanın hündürlüyü 4 metrdir. Orada əlimi vuranda hiss edirdim. Amma burada güzgün içindədir. Bunu necə eləyib görürsən. Bir yataq otağı var. Burada maraqlı olan bilirsiniz nədir? Sanitar qovşağı və özündən böyük dolabı var. Qardırobu var burada. Yataq otağından böyük dolab. Əla, xeyirli olsun. Gəl bu hamamı da göstərək. Sonra keçək 2-3 dənə hamamını göstərək. Zaten yataq otaqları bəllidir. Çünki hamamları fərqlidir. Bu da bir hamam otağı. Gəl. Allah hamımıza bağlı qismət eləsin inşallah. Bizim zal qiymətinə pul xərclənmiş bir dənə sanitar qovşağı. Gedək, ürəyim ağrıdı. Gəldik bir videomuzun daha sonuna, dəyərli müştərilərimiz. Dedim sizlərə besetkasını da göstərim və buradan sonra davam eləyir yataq, sanitar qovşağı, idman zalı falan qarajına kimi. Allah xeyrinizi versin. Hər kimə nəsib olacaqsa indidən xeyirli uğurlu olsun. Bizdən müğayət olun, kanalıma abunə olun. Hələlik.